Mineşşeytanirracim ve salatu ve selamu ala eşrefil enbiya'i vel murselin Ebil Kasimi Muhammedinil Mustafa ve alihi tahirin. Günahların bağışlanması üçün Peyğəmbər və əhl-i beytinə salavat zikr edək. Mübarək Şəvval ayıdır. Şəvval aydan mübarək aylardandır. Bu ayın feyzindən Allah Teala mömin-möminatı bir nəsib eləməsin. Dualar müstəcab və ibadətlər qəbul olsun. Mövzu nədir? Belə bir sualla başlayırıq. Möminlər Rəcəb, Şəban ayının orucunu tutur. Sonra fərz olaraq Ramazan ayının orucunu tutur. Ramazan ayından sonra Şəvval ayının orucu məsələsi yenə gündəmdə qalır. Sual belədir. Ramazan ayı bitən kimi, yəni bayram günü oruç tutmaq haramdır. Tamam, bunu bildik. Bayramı yola verəndən sonra 6 gün oruç tutmaq şəriətdə sabitdir ya yox? Yəni belə bir şəriət məsələsi var. İndi bu məsələni tam geniş də olmasa, lazım olan qədərinin izahını verəcəm. Sualı təkrar eləyirəm. Şəvval ayında bayramdan sonra 6 gün oruç tutmaq, yəni dərhal bayramı yola verirsən və dərhal 6 gün oruç tutursan. Bu sabitdir ya yox? Bildiyimiz kimi bu məsələdə iki məzhəb var. Sünni məzhəbi və Şiyə məzhəbi. Əhl-i sünnənin özünə məxsus fətvası var və əhl-i beytdən bizə çatan Cəfər Sadiq əleyhissalamın fətvası fərq edir. Birinci əhl-i sünnədən başlayaq. Deməli, əhl-i sünnənin əksər alimləri deyir ki, bayramdan sonra dərhal 6 gün Şəvval ayının orucunu tutmaq müstəhəbdir. Niyə müstəhəbdir? Çünki onlarda hədis nəql olunur. Deməli, hədisdə belədir. Mən samə Ramazan, thumma ətbə'əhu sittən min Şəvval, kənə kəsiyamüd dəhr. Hədisin məzmunu belədir ki, kim bayramdan sonra 6 gün Şəvval ayının orucunu tutarsa, yəni fasilə vermədən birləşdirsə bayrama, bu adam dəhr orucu tutmuş hesab olunacaq. İndi dəhr orucu nədir? Onun təfsirləri var. Ona vaxt ayırmayaq. Yəni ki, fəzilətli, çox fəzilətli bir iş görmüş olacaq. Və bu hədisə söykənib, əhl-i sünnə alimləri fətva verirlər ki, bayramdan sonra 6 gün Şəvval ayının orucunu tutmaq müstəhəbdir, bəyənilir. Amma bu hədis və yaxud bu fətva ki, Şəvval ayının bayramdan sonra 6 gün orucu Əhl-i Beytin nəzərində öz təsdiqini tapmayıb. Yəni, Əhl-i Beytdən bu mövzunun tam əksi deməyək, mövzuya fərqli yanaşma var. Deməli, 3 dəlillə biz bu məsələyə cavab verəcəyik. Birinci dəlil budur ki, qeyd elədiyim kimi 14 məsumdan, Əhl-i Beytdən Şəvval ayının ilk 6 gününün orucun tutması haqqında hədis bizə yetişməyib. İndi bir nəfər deyər ki, bəs İmam Zeynalabdindən hədis var axı. Necə deyirsən ki, Əhl-i Beytdən hədis gəlməyib, Şəvval ayının bayramından sonra 6 günü üçün, amma İmam Zeynalabdindən hədis var. Həmən bu suala belə cavab verəcəyik. Biz deyəndə ki, hədis gəlməyib, yəni etibarlı hədis gəlməyib. O qədər hədislər var ki, mən indi araşdırmam var da, hissə-hissə təqdim eləyirəm.
Hədislər var ki, Əhl-i Beytin şənini alçaldır. Bizim bəzi kitablarda hədislər gəlib, Əhl-i Beytin şənini alçaldır. Əhl-i Beytə olan əqidəmizi, məsələn, orada belə deyək də, tam əksin görürük. Mühəddislərin borcudur ki, hədisin sonunda nəsə bir rəy bildirsin ora. Və yaxud kitabın əvvəlində belə bir qeyd qoymalıdır ki, bu Quran ayəsi deyil, bunlar hədisdir. Hədislərin hər biri sənədi də səhih olsa müzakirə oluna bilər. Belə bir qeyd qoymalıdır ki, Qurandan başqa hər şey müzakirə oluna bilər. Niyə? Çünki insan kəlamıdır. Sən düz danışansan, ədalətlisən və hamı səndən razıdır, Allah da səndən razıdır, amma sən məsum deyilsən. Sən 100 kəlmə danışırsansa, onun 99-u düzdür, amma biri nədir? Xəta ola bilər və olmalıdır da. Çünki 100% səhih, 100% düzgün kimə məxsusdur? Allaha və məsuma məxsusdur. Allah və qeyri-məsumdan səvayı nədir? Xəta ehtimalı var və olmalıdır. Əgər Allah və 14 məsumdan başqa, ümumən məsumdan səvayı kiminsə xəta etmir etiqadında olsun, sən deməli düz yolda deyilsən. Yəni bunu yəqin bil. İndi bəziləri var, ad tutmuram, müəyyən alimlər üçün məsumluq iddiasındadılar ki, ondan xəta heç belə görülməyib. Bu düzgün əqidədir, bu düzgün yanaşma deyil bu. 14 məsum peyğəmbərlər Allahdan səvayı heç kim xətadan hifzamanda deyil. Allah zatən xətadan hifzamandadır, üçün Allah xətası mümkün deyil. Allahın seçilmiş bəndələri Allahın imdadı ilə, mədədi ilə xətadan nədir? Amandadılar. Peyğəmbərimizə səhih sənəd hədislərdə, sünnüdə də, şiyyədə də sual olunur. Ya Rəsulallah, sən bizlə qəzəblənəndə, yəni ki, özündə olmayanda, belə insan kimi də, insan qəzəblənəndə özündə olur ya olmur. Tam o insan deyil, fərqli bir insan olur. Hətta qəzəbdən sonra özünə dönüb belə baxsa tanımayacaq. Məsələn, insan şiddətli qorxuda olanda həmən o insandırmı? Adi bir misal vurım da, məsələn, bir sürü yırtıcı heyvan düşüb bir nəfərin dalıcan, o qalxa bilməyəcəyi bir divarımı, ağacımı elə qalxır ki, sonra yuxarıdan aşağı baxır və yaxud hadisə bitəndən sonra özünə baxır, deyir, bu mənəm. Elə belə vaxtı istəsə də o hasarı aşa bilməyəcək. Amma qorxu gələndə istər-istəməz bu insanda əlavə güclər peyda olur və ona söykənib görə bilmədiyi işi həyata keçirir. Peyğəmbərə deyirlər ki, sən bizə qəzəb vaxtı, filan vaxtı sözlər deyirsən, onları da mı hesaba alaq, yəni onları da ciddiyə alaq? Peyğəmbər ərin işarə eləyir dilinə və deyir ki, buradan yalnız və yalnız haqq çıxır. Qəzəbdə də, qeyri-qəzəbdə də. Hədis səhihdir və heç bir müşkülü də yoxdur. Peyğəmbərin dilindən hər halda nə çıxıb? Haqq çıxıb. Məgər ki, kimsə Peyğəmbərin dilindən yalan danışa, o başqa məsələ. Amma Peyğəmbər, bima huva Peyğəmbər, dilindən nə çıxır? La yaxrucu illa əl-haqq. Deməli, 14 məsum biz deyəndə ki, hədis gəlməyib, etibarlı hədisdən danışırıq. İndi İmam Zeynalabdin əleyhissalamla Şəvval ayının 6 günü haqqında imama nisbət verilən hədis var.
Və qeyd elədiyim kimi imamların adından bizim kitablarda da uydurma, yalan hədislər nədir? Vardır. İndi mühəddislər haşiyə gətirməli idilər, onu gətirməyiblər. Bu, mən bir elm tələbəsi kimi bu işə müsbət baxmıram. Çünki, belə deyək də, elə səviyyəli alimlərin belə bir mövzularda səhlənkarlıq eləməkləri o yaxşı bir hal deyil. Salavat göndərək Peyğəmbərimizə. Deməli, İmam Zeynalabdin əleyhissalamdan hədis belədir. İmam Zeynalabdin əleyhissalama nisbət verilir. Və əmməs-savməl-ləzi sahibuhu fihi bil-xiyar. Deməli, o oruc ki, oruc tutan ixtiyar sahibidir. Yəni, ixtiyar sahibidir nədir? Yəni, istəyir eləsin, istəyir eləməsin. Yəni, müstəhəbdir. Yəni, o yerdə ki, ayədə və yaxud hədisdə ixtiyar şəxsin əlinə verildisə, deməli, həmən əməl nə sayılır? Müstəhəbdir. İstəyirsən elə, istəyirsən eləmə. İmam buyurur ki, bir qism oruclar var ki, şəxs onda nədir? İxtiyar sahibidir. Hansı oruclardır imam? Deməli, imam buyurur, cümə orucu, cümə gününün orucu, şəxs istəyir tutsun, istəyir tutmasın. Xəmis, 4-cü günün orucu, somul bid, ağ günlər, onun xüsusi araşdırması var, ayın ortalarına düşür. Bizim mövzumuza aid olan hissə və som sittət əyyam min şəvval. Şəvval ayının 6 gününün orucu. Bu sözü kimə nisbət verirlər? İmam Zeynalabdin əleyhissalam. Deməli, bayram bitir, bayramdan sonra imam deyir ki, 6 gün oruç tutmaq ixtiyar sahibisən. Tutsun, savab qazanırsan, tutmasın da heç bir günahı zadı nədir? Yoxdur. Yəni, ixtiyar sahibisən. İndi, bu hədis İmam Zeynalabdin əleyhissalamdan nəql olunur. Və siz Əhl-i Beyt, deyək, din xadimləri, niyə İmam Zeynalabdin hədisini qəbul eləmirsiniz? Deyirik ki, bizim imamlarımız bizə nə desə, biz baş üstə ona razıyıq. Bizdə imamlar haqqında, imamların göstərişi haqqında tərəddüd yoxdur. Ta qədimdən bugünkü günə qədər, imamların dönəmindən bugünkü günə qədər sayımız az olsa da belə və cənnət, Quranda da ayə belədir. Cənnətə az kütlə əvvəldə yaşayanlardan daxil olacaq və az kütlə axırda yaşayanlardan daxil olacaq. O çoxluq haqqın, ədalətin cənnətə girməyin meyarıdır. Allah deyir bunu Quranda. Az əvvəldə yaşayanlardan və az axırda yaşayanlardan cənnətə daxil olacaq. Əksi biz çoxuq, Allah deyir az daxil olacaq. Çox daxil olmayacaq. Çoxluqla öyünməyin. Hər halda imamların hədisi bizi üçün Qurandan sonra etibarlıdır və dinimizi, əqidəmizi o hədislərlə qururuq. Amma o hədislərin də şərti şurutu var. Belə necə gəldi deyil. Umum qaydalar var. İndi İmam Zeynalabdin əleyhissalamla nisbət verilən bu hədisi biz niyə qəbul eləmirik? Mən Cavid niyə qəbul eləmirəm? 3 səbəb var, 3 dəlil var. 3 dəlil imkan vermir ki, bu hədis imama nisbətin tapsın. Birinci və ən vacibi sənəd məsələsi. İmam Zeynalabdin əleyhissalamdan bu kəlamı kim nəql eləyir?
Bu kəlamı İmam Zeynalabdin əleyhissalamdan Muhammed ibn Muslim ibn Şihab Zuhri, Ez-Zuhri deyərək qısaldaq. Bu adam İmam Zeynalabdindən hədisi nəql edir. Bu adam əqidəsi xarabdır və bizim rical kitablarında, yəni ravilərin tərcüme hal kitabında bu adamın tərcüme halı məchuldur. Yəni alimlərimiz tərəfindən bu adam bir mənalı qəbul deyil. Yəni üstünə xətt qoyulub. Yəni bu adam tək hər hansı bir imamdan söz qəbul oldusa, o hədisi götürüb çırpmalıyıq divara. Əgər bu adam Zuhri imamlardan hər hansı bir söz nəql eləyər, başqa bir etibarlı ravi, məsələn Muhammed ibn Muslim, bunun dediyi sözü təsdiqləsə, desə mən də məsələn bu imam Zeynalabdindən nəql eləyir, Muhammed ibn Muslim də deyir ki, mən İmam Baqirdən belə şey eşitmişəm. Onda Zuhrinin sözü Muhammed ibn Muslimin sözünə dəstək, təyid kimi götürüləcək. Amma Zuhridən başqa bunu heç kim nəql eləməyib. Onda xəbər şazdır. Şaz xəbərə də bizim rical elmində nədir? Əməl olunmayacaq. Yəni ki, bir hədisdirsə və onun dəstəkçisi yoxdursa, bu xəbərə əməl olunmayacaq. İndi şaz xəbərin özünün də geniş izahı var. Yəni, bir ravi hədis nəql eləyirsə və onun başqa etibarlı ravi tərəfindən dəstəyi yoxdursa, bu hədis qəbul deyil. Xeyrimizə olsa da belə. Məsələn, hədisdir, deyir ki, Peyğəmbərdən sonra İmam Həzrət Əlidir. Bu bizim əqidəmizi dəstəkləyən hədisdir. Əgər bu hədisi Zuhri nəql eləyir və Zuhriyə dəstək heç kim yoxdursa, bu hədisi biz götürüb çırpırıq divara. Qəbul eləmirik. Qaydalar var. Yəni öz başına görə, sizin kitabda hədis var. Olsun. Hədis qaydalara sığırmı? Qaydaya sığdı, qəbuldur. Qaydaya sığmadı nədir? Qəbul deyil. Deməli, bu hədisin problemi, birinci problemi onun nəyindədir? Sənədindədir və ən başlıcası Zuhridədir. Zuhrinin nəql elədiyinə görə bu hədis qəbul deyil. Bu bir. Gəlirik ikinci, 3 ədəd, çoxdur ya, fəqət 3-ün seçirəm mən. 3 ədəd hədis var ki, bayramdan sonra oruç tutmağı məsləhət görmür.